Bismillahirrahmanirrahim. Değerli izleyiciler, 20. günün duasında ben de Allah'tan belə istəyir. Allahümme ftahli fihi ebvabel cinan. İlahi, mənim üzümə bu ayda cənnətin qapılarını açıq elə. İlahi, məni elə əməllərin sahibi elə ki, mən sənin rızayətini qazana bilim və sənin razı olduğun kəslərə verdiyin o mükafat mənə də nəsib olsun. Cənnətin qapılarını üzümə aç. Məni də özünü dərk edənlərdən qərar ver. Mənə əməllərin çirkinliklərini dərk etməyi nəsib elə ki, o əməllər məni sənin vədə verdiyin cənnətdən uzaqlaşdırır. Vəğliq ənni fihi əbvabin niran. İlahi, üzümə cəhənnəmin qapılarını bağla. İlahi, o pis əməllərin pisliklərini mənə dərk elətdir ki, onları tərk etməyimlə cəhənnəm qapıları mənim üzümə bağlansın. İlahi, o pis əməllərin məsuliyyətini mənə dərk elətdir ki, mən onunla insan haqlarına girməyim, zülm etməyim, başqalarının haqqını tapdamayım. Mənə verdiyin neymətlərdən layiqincə istifadə eləyə bilim. Özümü zillətə salmayım, zəlil olanlardan olmayım. Düz yola hidayət elə ki, cənnət qapıları üzümə açılsın, cəhənnəm qapıları üzümə bağlansın. Vəğliq ənni fihi əbvabən niran və fiqni fihi litilavətil Qur'an. Məni bu ayda Qur'an tilavət eləyənlərdən qərar ver. Nəsib elə ki, Qur'an oxuyum, onu başa düşə bilim, onu özümün əməl kitabıma çevirə bilim. Onu müqəddəs bir kitab deyib gözümün üstə qoymaqla kifayətlənməyim. Onu öz həyatı kitabıma çevirə bilim. Onun əmirlərinə riayət eləyim, onun qadağalarından çəkinə bilim. Ya munzilə səkinəti fi qulubil müminin. Ey müminlərin qəlbinə aramış verən, sakitlik bəxş edən. Necə gözəl duadır. İlahi, bizi bu duanın feyzindən məhrum eləmə, bu duaya görə verəcəklərindən bizi məhrum eləmə. Vəssalamu aleykum və rəhmətullah.